Şirkətlərdə hər şey əla, logosu əla, görünüşü əla, hətta belə yekə-yekə bayraqları da var. Baxırsan içərisinə görürsən ki, hətta stəkanın üzərinə də hər şey düzgün yazılıb. Amma deyərginə ki, standartı tətbiq eləmədiyinə görə adam işini düzgün icra edə bilmir və yaxud da deyir ki, mən ziyana düşdüm. O nə deyir? Hələ çəkmədi filmin intervyusunu ver. Subaylarımız üçün olsun. Salam, xoş gördük hörmətli tamaşaçılar. Bugünkü mövzumuz standartları tətbiq etməsək nə olar, nə baş verər? Stop! Saxlayın! Mövzuya keçməmişdən öncə bir əsərdə olan, Spartak əsərində olan bir mövzu yadıma düşdü. Orada belə bir fikir var. 2 dənə çapar göndərirlər, 2 nəfər çapar göndərirlər, başqa bir qoşunu o məlumatı çatdırmaqdan ötürü. Yolda bu çaparların atlarından birinin nalı xarab olur, sınır, nəsə belə bir şey. Axırı bir çapar qalır və orada yazıcı belə bir qeyd edir ki, bəzən bütün bir qoşunun ümidi bir atın nalının üzərində olur. Bunu niyə danışdım, bu mövzunu niyə qeyd elədim? Standartları tətbiq etmədiyimiz zaman nə hadisələr baş verir? Əsəd müəllim, deyirlər ki, çəkiləndə düzələcək. Bir şey çəkə bildirirlər. Bir standartın istənilən şirkətdə fərqi yoxdur, istehsalçı olsun, fərqi yoxdur, xidmət sektoru olsun, hər hansı bir sektorsa olursa olsun, hər bir şirkətin, hər bir işin özünün standartı var. Gəlin bir balaca xırda bir hesablama deyim sizə, çox sadə bir hesablama deyəcəm. Amma bu sadə hesablamanın arxasında çox böyük bir maliyyə vəsaitləri durur və yaxud da xərcləri durur. Təsəvvür edin ki, bir şirkət, kiçik bir şirkətdir, 5-6 nəfərdən ibarət olan bir şirkətdir, bir tikinti şirkətidir. Bunlar təmir işi ilə məşğul olurlar. Və təmir işlərində, hər hansı bir işində standartı düzgün tətbiq etmədiyi zaman, təsəvvür edin, 2 və yaxud da ki, 10 dəfəyə qədər bu maliyyə itkisi burada baş verə bilər. 8.000 pul alıblar məndən. Oynamaqlarına bax. Bir metal konstruksiya işi görürəm. Metal konstruksiya işində mənim qaynaq işim var. Onun üzərindən tutaq ki, örtükləmə, boya işlərim var və onun yerində quraşdırılmaq, montaj işləri var. Təbii ki, əvvəlcədə də montaj işləri var. Əgər mən ölçülərin standartlarını düzgün tətbiq eləməsəm, qaynaq prosedurlarına düzgün riayət eləməsəm, örtükləmə, korroziya örtükləməsinə qarşı düzgün standartları tətbiq eləməsəm, təsəvvür edin ki, 10 tonluq bir işin əgər maliyyə cəhətdən bu günləri Azərbaycan bazarında qiyməti 10.000 manatdırsa, yaxud da 15.000 manatdırsa, mən həmin 15.000 manatdan tutaq ki, haradasa bir 20% qazancı əldə edəcəkdim, mən o qazancın əvəzinə 10 dəfə artıq itki və yaxud da ki, ziyana getmiş oluram. Bunun eşitüsü Yanar çıxmır ki. inşallah. Dağılışın! Təsəvvür edin, gedir bir layihəyə qiymət verir. Layihəyə qiymət verir, ya həddindən artıq çox ucuz verir, ya da həddindən artıq çox baha verir, həmin layihəni də götürə bilmir. Və böyük əksəriyyətdə bir 70% həmişə ucuz verirlər. Nəyin hesabına ucuz verirlər ki, işi mən götürüm. Zaten güya ki, zahirdə bu işi götürür, udur, amma bilmir ki, artıq o işi utduğu zaman o ziyana getmişdir. Qarşı tərəf ondan bu standartlarla bu işin görülməsini tələb eləyəcək. Əsəd müəllim, deyirəm, bəlkə öz ssenarimizlə çəkək. Öz ssenaridir ki. Əvvəldən oxumamışdınız, götürməyədiniz də. Gör nə qədər pul xərcləmişik. Şirkətlər standartları düzgün tətbiq edə bilmirlər. Ən böyük bəlaları da mütəxəssislərin olmaması və yaxud da ki, mütəxəssislərin işə cəlb olunmamasından irəli gəlir. Ansamblin qızları gəlirlər. Qızlar hələ gəlmir. Haşı bilirəm, sən gərgin olar. Mən niyə? Tez ol, kes görüm. Oynuyor, keçir soyuna. Nə oynuyor? Canında var. Tövsiyəm bundan ibarətdir ki, mən bu sahədə artıq 25 ildən yuxarıda fəaliyyət göstərirəm. Keyfiyyətə nəzarət sahəsindən gedir söhbət və demək olar ki, dəfələrlə olur ki, standartları mən tətbiq elədiyim zaman hər hansı bir şirkətlərdə, hər hansı bir layihələrdə və yaxud da ki, tətbiq olunmuş standartlarla işlədiyim layihələrdə inandırım sizi, mən 99% uğur görmüşəm.
Nədir ay arvad? İstehsalat qəzalarında, digər qəzalarda yenə də texniki təhlükəsizlik standartlarının tətbiq olunmamasından irəli gəlir. Əgər onların hamısı olarsa, demək olar ki, 100% uğurla həmin layihə bitmiş olur. Vəziyyət yaxşıdır deyəsən, hə? Yox, Necə yəni? Nə olub ki? oynamırlar. Nə təryan oynamırlar, hə? Bir sözlə, onu demək istəyirəm ki, standartların düzgün tətbiq olunmağı bizim həm həyatımıza, həm maddiyyatımıza, həm də gələcəyimizə mütləq lazımdır. Çəkirik fonoqramı.